Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər. Bildiyiniz kimi Quran-ı Kərim Allahın kitabıdır və orada çoxlu sayda qissələr vardır. Lakin bu qissələr bizlər üçün oxuyub təsəlli tapmağımız və ya maraqlıdır deyə oxumaq üçün nazil edilməyib. Bu qissələrin endirilmə səbəbi həmin bu qissələrdən ibrət almağımız üçün Uca Allah bizlərə bu qissələri öz kitabında bəyan etmişdir. Misal olaraq Yusuf əleyhissalamın qissəsi, orada çoxlu ibrətlər var. Həmçinin orada keçən Yaqub əleyhissalamın səbri və fikir verin bu qissələri Uca Allah zikr etdikdə çox vaxt yerlərin adları ilə zikr eləmir. Məsələn, وَضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ Sən onlara o kəndin əhalisi barəsində xəbər ver. Hansı kənd bilinmir. Niyə? Çünki məqsəd hansı kənddən getdiyi deyil. Məqsəd orada olan baş verən ibrətlərdir, nəticələrdir, sonuclardır. Və ya Yusuf əleyhissalamın balaca qardaşı olan Bünyamin. Tarix kitablarında adı Bünyamin keçir. Lakin Quran-ı Kərimdə onun adı və ya başqa qardaşların adı zikr olunmur. Heç vaxt demir ki, balaca qardaşı Bünyamin. Hər zaman fikir verirsiniz, Yusufun adı zikr olunur, amma sonra isə qardaşım, qardaşı, yəni qardaş adı zikr olunur. Çünki buradakı məqsəd həmin qissələrdən ibrət almaqdır. Ad və ya həmin yerin adı, məkanın adı önəmli deyil. Ona görə Quran-ı Kərim oxuduqda ayətləri tədəbbür etmək lazımdır. Uca Allah buyurur, Bismillahirrahmanirrahim. Kitabun ənzəlnəhu ileykə mübarək. Biz sənə indirdiğimiz bir kitab mübarəkdir. Liyəddəbbəru əyəti. Və onun ayətləri haqqında düşünmək lazımdır, düşünülür. Nəyə görə? Çünki həmin ayətlər düşünülməklə yalnız məğzə və məqsədə çatmaq olar. Ona görə Quran-ı Kərim təkcə oxumaq, əzbərləmək, əsas şəkil olmamalıdır. Yəni, Quran-ı Kərim oxunub, əzbərlənib və ən əsası tədəbbür edilə biləsi bir kitab olmalıdır. Hər bir müsəlman Quran-ı Kərimi açıb, onu oxuyub, onu tədəbbür etmək məcburiyyətindədir. Əks halda bu həyatın çətinlikləri ilə üz-üzə gəldikdə stres və depressiya yaşayacaq. Çünki Quran-ı Kərim həmin bu stres və depressiyanın önünü alan və bizlərə insanları tanıdan və bizlərə bu çətinliklərdə özümüzü necə hərəkət və necə davranmağımızı izah edən bir kitabdır. Baxın, Quran-ı Kərimdə çoxlu ibrətlər var. Necə Allah buyurur, لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةً Onların bütün qissələrində, bütün o hekayələrdə ibrətlər var. Sonra deyir, düz yol var. Həmçinin öyüd və nəsiyyət var. Ona görə Quran-ı Kərim oxuduqda, xüsusən də Peyğəmbərlərin tarixi haqqında Quran-ı Kərimdə keçən ayətləri oxuduqda tədəbbür etmək lazımdır, düşünmək lazımdır. İnşallah bundan sonra tədəbbür etməyi unutmayaq. Quran-ı Kərim oxuduqda tədəbbür edək. Elə Yusuf surəsindən başlayaq, baxaq görək həmin ayətdə Allah bizlərə nələr demək istəyir və ayətləri bir-bir tədəbbür edək. Esselamu Aleyküm və Rəhmətullah.